Salam dəyərli izləyicilər, bugün sizinlə günəş şüalarının düşmə bucağına aid olan test tapşırığına baxırıq. Qeyd edirik ki, sxemdə A məntəqəsinə günəş şüalarının düşmə vəziyyəti verilmişdir. Bu zaman verilmiş yarımadlardan hansıda yağıntı düşmə ehtimalı daha azdır? Buradan şəklə baxsaq, görərik ki, cismin kölgəsinin uzunluğu cismin öz uzunluğuna bərabərdir. 1 metr 1 metr. Demək ki, qaydamız belədir ki, əgər cismin kölgəsinin uzunluğu öz uzunluğuna bərabərdirsə, demək günəş şüalarının düşmə bucağı 45-dir. Günəş şüalarının düşmə bucağı 45 isə biz düşmə bucağına əsasən zenit enliyini tapa bilərik. Bunun üçün necə edirik? Deyirik ki, düşmə bucağı düsturunda düşmə bucağı 45 bərabərdir 90 çıxılsın. Coğrafi enlik 21,5-dir. Plus minus zenit enliyi. 90-dan 45 çıxanda alınacaq 45. 45-dən 21,5 çıxanda alınacaq 23,5. Deməli, günəş cənub tropikində zenitdədir. Günəş buradadır. Yəni, günəş cənub tropikində zenitdədirsə, bu zaman şimal yarımkürəsində qış fəslidir, cənub yarımkürəsində isə yay fəslidir. İndi baxaq buradan. Biz ümumiyyətlə Pireneya ilə Balkan yarımadaları bilirik ki, qış aylarında bu yağıntısı daha çox olur. Çünki Aralıq dənizi iqlimindədir. Bizdə deyir ki, yağıntısı az olan əraziləri götürün. Pireneya və Balkanda əgər günəş cənub tropikindədirsə, Pireneya və Balkan Aralıq dənizi iqlimindədir və bunlarda yağıntı daha çox olacaq. Çünki bunlarda yağıntılar qış aylarında olur. Ona görə 6-8 olan variantları çıxırıq. Bizə A ilə C qalacaq. İndi baxırıq. Günəş cənubda, cənub tropikində zenitdədir, cənubda yay ayıdır. Demək ki, cənubun subeykvətorlarında yerləşən məntəqələrdə yağıntı çox olacaq. Cənubun subeykvətorlarında yerləşən məntəqələrdə Arnemlentli, Keyp yoxdur. Bunlar da cənubun subeykvətorlarında yerləşirlər. Bilirsiniz ki, subeykvətorlarda yağıntılar yay aylarında olur. Sadəcə onların yay ayları bizdən fərqlənir. Bizim qış aylarımız onların yay aylarıdır. Arnemlent və Keyp yarımadaları cənubun subeykvətorlarında yerləşəcək və yay aylarında yağıntılar çox olacaq. Bizdən az olanları istəyir deyə 5-də də getdi. Qaldı bizdə Somali, şimal subeykvətoriyalda yerləşir və şimalda qış ayları olanda bilirsiniz ki, subeykvətoriyalda yayda ekvatorial, qışda tropik hava kütləsi təsir göstərir. Tropik hava kütləsi təsir göstərirsə, deməli Somalidə yağıntı az olacaq. Sonra 3. Koreyada bilirsiniz ki, musson iqlimidir və mussonlar yayda yağıntını çox gətirir. Sonra 4. Hindçin yarımadasında həmçinin musson iqlimidir və mussonlar yayda yağıntı gətirir. Və Hindistan da həmçinin musson iqlimidir, mussonlar yayda yağıntı gətirir. Biz buradan görürük ki, günəş cənub tropikində zenitdədirsə, şimalda qış fəslidir. 1, 3, 4, 7 A variantı olacaq.